Uşaqlar, bugün sizlərdən bir yerdə İngilis 4-cü sinif dərsimizdə səhifə 18 və 19 keçirik. Gəlin əvvəlcə kitaba baxmamazdan əvvəl sözlərimizə baxaq. Months of the year. İlin ayları. Months of the year. İlin ayları. January. Yanvar. January. Yanvar. February. Fevral. February. Fevral. March. Mart. March. Mart. April. 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 May. 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 June. 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 July. June. July. June. August. 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 September. 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 October. 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 November. 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 December. 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 When is your birthday? Doğum gününüz ne zamandır? When is your birthday? Doğum gününüz ne zamandır? It is in August. It is in... Uşaqlar, mən burada səhv yazmışam. Burada düzdür. It is in February. Fevraldadır. It is in February. Fevraldadır. Yəni uşaqlar, indi kitabımıza keçək. 11-ci dinləməmizə baxaq. Listen and echo. Dinləyin. Yəni uşaqlar, biz bunları dinləyək. Track 11. January, February, March, April, May, June, July, August, September, October, November, December, Uşaqlar, gəlin indi 12-ci dinləməmizə baxaq. Listen and complete. Oxuyun və bunu tamamlayın. Gəlin uşaqlar, indi biz bunu əvvəlcə dinləyək, sonra isə tamamlayaq. Gəlin dinləyək. 12. Birthday song. when's your birthday? Is it today? Is it in January, March, or May? It's in April. April. My birthday is in April. April is my month.
Uşaqlar, gəlin indi tərcümə edək. Birthday song. Ad günü mahnısı. When is your birthday? Ad günün nə zamandır? Is it today? Nə zamandır? Bugündür. Is it in January, March or May? Yanvardadır, martdadır, yoxsa mayda? Gəlin keçək dördüncü tapşırığımıza. Read and say the answer. When is your birthday? Ad günün nə zamandır? Burada uşaqlar ad gününü soruşurlar. It is in school. İnsan school ola bilməz. Çünki school adında bir ay yoxdur. Ona görə də it is in July olacaq. Yəni iyul. B variantı. Which way to talk about? Burada A variantı olacaq. Keçək 5-ci tapşırığımıza. Ask, see, friend and remember. Name, ad, birthday month, ad günü ayı. When is your birthday? Ad günün nə zamandır? It is in January. Yanvardadır. Uşaqlar, biz 5-ci tapşırığımızda dostumuzla, anamızla, atamızla, nənəmizlə, babamızla və yaxud da başqa insanlardan diyaloq qurmalıyıq. Skillsbook. İş dəftərini 12 və 13 işləməliyik. Gəlin işləyək. İş dəftərindən isə səhifə 12-13 keçirik. Gəlin uşaqlar, birinci tapşırığımıza baxaq. Komplekt kalendar. Uşaqlar, biz bizdə kalendar doldurmalıyıq. January, February, March, April, May, iyun, yəni June, July, August, September, Sentyabr, October, November, December. Uşaqlar, burada biz rəqəmləri yazmalıyıq. Mən qısaca neçə gündən ibarət olduğunu yazacağam. Yanvar 31, fevral ya 28 ya da ki 29. Martda 31, April 30, May 31, iyun 30,
gündən ibarətdir. İyul 31 gündən ibarətdir. Avqust 30 gündən ibarətdir. Sentyabr 31 gündən ibarətdir. Oktyabr 31 gündən ibarətdir. Noyabr 30 gündən ibarətdir. Dekabr 31 gündən ibarətdir. Biz burada sualların sual cümləsi yaranması için sual sözlərini işlətməliyik. When is your birthday? Sənin ad günün nə zamandır? It is in November. Noyabrdadır. When is your birthday? It is in May. Maydadır. When is your birthday? Biz burada öz ad günümüze uygun yazmalıyıq. It's in February. Keçək üçüncü tapşırığımıza. Read and answer. Oxuyun və uyğun gələni yazın. It is April. It's when is Ben's birthday? Ben'in ad günü nə zamandır? Buradan Ben'i tapırıq. April Ben. Yəni Ben'in ad günü Aprildədir. It is in April. Aprildədir. When is Jack's birthday? Jack'in ad günü nə zamandır? İyun ayında. It is in June. When is your birthday? Lucy. Lucy'nin ad günü fevraldadır. It is in February. It is in February. When's Pet's birthday? Pet'in ad günü sentyabrdadır. It is in September. Sağ olun uşaqlar. Gələn dərsdə görüşərik. Sağ olun.